Salam əziz insanlar. Öz videolarımda mən həyatımızda baş vermiş hər hansısa bir problem və ya xəstəliklərin, çətinliklərin artıq bir nəticə olduğunu vurğulayıram və bu nəticəyə gətirən bizim özümüzün hər hansısa bir davranış və ya əməllərimizin olmasını. Və eyni anda əgər fərqli bir nəticə istəyiriksə, fərqli bir yanaşmağımız da olmalıdır. Yəni aylarla, illərlə tamam başqa bir davranış və hərəkət göstərməliyik. Və bunu eşitdikdə, bunu başa düşdükdə insanda adekvat bir sual yarana bilər ki, tamam, bəs o zaman necə bilmək olar ki, konkret olaraq hansı əməllərim mənim belə bir nəticəyə gətirib çıxardıb? Nədən başlamaq ümumiyyətlə lazımdır? Bunu necə dərk eləmək olar? Bax, bu çox gözəl sualdır həqiqətən də və hansı göstərir ki, həyatımızda baş vermiş hər hansısa bir hadisə eyni anda da bizi nəyəsə öyrədir. Və biri var, sən həyata xaotik yanaşırsan, nə vaxt elə bilirsən ki, burada baş vermiş bir şeylər sadəcə təsadüfdür, sadəcə birdən-birə oldu, ayaq ağrısı, birdən-birə bu problem yarandı və s. Bir xaotik həyatda, harada bir cavab yoxdur. Biri də var, nə vaxt sən anlamağa başlayırsan ki, nəsə strukturludur və hər şey bir-birindən əlaqəlidir. Demək, bunun da bir səbəbi vardır və bu səni vadar eləyir səbəbləri axtarmağa. Və sadəcə primitiv bir şeylərdən başlamaq olar. Əsas niyyətdir. Primitiv bir şeylərdən. Yəni əgər sən niyyət elədinsə səbəbi axtarmağa, səbəbi araşdırmağa, inan ki, bu bir müddət sonra bu sənin üçün açılacaq. Bəlkə də elə bu gün, bəlkə də elə sabahları, bəlkə də elə bu video vasitəsilə.